Salam əziz izləyicilər. Mən bir nəfər izləyicinin xahişi ilə bunu çəkirəm. Təfsilatı ilə deyim ki, nə cür həll eləmək lazımdır. Deməli, bordonu plastik qabda yaxşı suda həll edirik. Əgər biz yarpaqlı ağaca vururuqsa, onda 1% düzəldəcəyik. 100 qram bardo 10 litr suya. Əvvəl az su töküb suda həll edirik, sonra 10 litrə çatdırırıq da onu belə. Əgər yarpaqsız zamanda, məsələn qışda, payızda səpir isə, ağacın yarpağı yoxdursa, onda 300 qram bardo 10 litr su ilə qarışdırılır və mütləq plastik qabda qarışdırılır. Əgər biz göydaş vururuqsa, kristallaşmış xırda kristallardan ibarət göydaşla vururuqsa, onda əhəngi biz özümüz qatmalıyıq. Yarı-yarıya əhəng olmalıdır, göydaşla əhəng. Deməli, yarı da yox, tutaq ki, 3% düzəltmək istəyirik. 300 qram göydaş, onun başqa bir qabda hazırlayırıq 400 qram əhəngi və süd halına salırıq, möhkəm qarışdırırıq. Bordonu da isti suda qarışdırmaq lazımdır. Göydaş ümumiyyətlə isti suda qarışdırılmalıdır ki, yaxşı həll olsun. Əhəng özü, ya sönməmiş əhəngsə özü istilik verəcək. Deməli, bağa 2 dəfə vurulma məsləhətdir, payızda və bir də ağac oyanan vaxtı, tumurcuqlar şirələnən vaxtı. Və bu zaman 1%-dir, yazda 1%-ni vururuq, payızda isə 3%-dir. Dərman səpəni də çiləmə zamanı elə tez-tez çalxalamaq lazımdır ki, onun aşağı çöküb qatılaşmasın, bərabər həcmdə çatsın hər yerə, ağacın hər bir yerinə. Belə başqa bir söz nə deyim, işiniz avand olsun. Yenə başa düşülməyən bir şey olduysa, yenə soruşa bilərsiniz. Sağ olun, sağlıqla qalın.